verirsiniz bir porsiya. 2 kilo yarım edir. Bax onu demək. 2 kilo yarım su məsələn. Su vurmusunuz, qatığın belə götürürsünüz. Elə bir ki, 2 vedrə məsələn, dedilər 2 kilo qatığa 1 litr su vurulur. 50%. Düyü nə qədər şefim? Amma qatıqdan asılıdır. Düyü də ki 5 qramdan gedir. 5 qramdan düyüsü gedir. Doğran pişəndən sonra o yumurtası 1,5 qramdan artıq yumurta artısa 10 nəfərlik 2 dənə yumurta edir, 3 dənə. 2 yarım 3 yumurta gedir. Düyüsü 5 qramdan hesablanır, bir porsiya 5 qramdan hesablanır. O deyilir 50 qram. 2 litre elə bir 50. Şeyə götürəndə mənə 10 porsiya hesablayıram. Göyərtisi də kiloyla hesablanır. Ədədlə, dəsti ilə yox, kiloyla hesablanır. Məsələn, bir porsiya gedir 150 qram göyərti. 150 qram. Göyərti doğra, göyərtini sevir. Bir göyərti doğra, əgər bulursa, indi hamısı tanımsınız, bilirsiniz. Göyərtin həmişə axırda vurur. Burada birinci vurmayın üstüne. Göyərti vurandan sonra göyərti biraz öldür, tuzuna baxsınız. Tuzu yoxsa vurursa, ən axırda vurursa. Noxud həmçinin vurulur şefim. Bəli. Belə porsiya verilən şeylərdə noxud vurulur içinə, yoxsa yox? Baxır da indi, bəzi rayonda, bəzi yerlərdə vurulur. Biz məsələn noxud vurmuruq. Yox. Məsələn, Gəncə işlədir noxud, Tərtər işlədir əl.